Salam əleykum. Bir neçə məlumat ümumiyyətlə valideyn nəzərinə çatdırım. Bəzən valideynlər elə düşünür ki, bəs buraxılış olsun və yaxud da qəbul olsun, imtahanlar OTK-da kimi düşəcək. Reallıq budur ki, OTK imtahanı hazırlayan müəllim bir müəllimdir və bu suallar öz dünyasına uyğun, oradan buradan hazır suallardır, onu götürüb ora salır və burada ümumi meyarlardır falandır, heç buna baxılmır. Təbii ki, qəbul imtahanda çox həqiqətən söz nəsil mənasında şəffaf bir imtahan keçirilir. Burada asan, orta və çətin üst növ deyə, yəni məsələdə 5 növdür. Lab asan, asan orta, bu şəkildə bölgülərə bölünür. Mənim buraxılış imtahanında, məsələn, OTK-da şagird yığdığı balı buraxılışda da yığacaqmı? Bilirsiniz, OTK-nın nəticəsindən buraxılış imtahan nəticələrini müqayisə eləmək olmaz. Bu sınaqdır. OTK sınağı o deməkdir ki, şagird bu sınağa gedib, bir, həyəcanı üzərindən götürür, iki, üzərində olan o baskını üzərindən atlatmış olur. Çünki nədir burada? Məsələ, həm üç dənə, misal buraxılış imtahanından üç dənə fəndən imtahan verir. Bunlar riyaziyyat, Azərbaycan dili və ingilis dilidir. Və bu 3 saat ərzində düzgün vaxt bölgüsü etmək. Məsəl üçün, şagird bunu hələ də əksər şagirdlər var ki, bunu bilmir ki, ilk öncə hansından başlayalım. Məsəl üçün, qəbul imtahanında listaqlarda bunu, məsəl üçün, ilk mənfi cəhdlər oluşur, bunu eləyə bilmirlər. Amma qəbulda birinci listening gəlir və listening gələndə şagird bunu mütləq yazmalıdır. Sonra arxasında riyaziyyatı yazmalıdır. Sonra ingilis dilindən qalan sualları yazmalıdır. Sonra da Azərbaycan dili yazmalıdır. Və vaxt bölgüsü eləməlidir. Bunu şagird artıq hər bir insan öz bilik bacarığını bilir. Məsəl üçün, elə şagird ola bilər ki, riyaziyyatı çox yaxşı bilir, Azərbaycan dilində problem var. Elə şagird ola bilər ki, ingilis dilini çox yaxşı bilir, riyaziyyatında problemlər var. Yəni, bu üç fənin birində sıxıntısı var. Ona görə nə eləməlidir? Ona uyğun vaxt bölgüsü eləməlidir. Bunu da hər bir insan özünü kəşf edib, orada imtahan nəticə. Ona görə deyirlər, müəllimlər deyir ki, mütləq sınaqlara gedin, mütləq sınaqlara gedin. Bunu ona görə deyirlər. Deməli, nə məsələdir? Bunu bu şəkildə təzdən bir də sonda qeyd edirəm. Birinci, riyaziyyatı həll eləməlidir. İngilis dilinin meyarlarını yazdı, imtahan gəldi, sonra listeninə qulaq astı, sonra davam edək, Allah kömək olsun. Kimsə təzir yardım gəlirdi, yolda probkadır. Ona görə məcbur, mənim də fikrim. Məsələn, imtahan da belədir. İmtahanda da gələk insan imtahana getdiyi zaman özünü çox rahat hiss eləməlidir orada. İlk dəfədir mən yol probkadır, probkada bu şəkildə video çəkirəm. Amma bunu 3-cü, 4-cü, 5-ci dəfə eləsəm daha profesional şəkildə eləyərəm. Belə. Valideynlərə, xüsusən öz şagirdimin valideynlərinə, bu OTK-da 25 yazanlar da kifayət qədərdir, 24 yazanlar da. C qrupu təbii ki, hamımız bilir ki, C qrupdur, müəyyən dəyərlər daxilində onları da hazırlaşdırırıq.
elə şagirdlər var ki, həqiqətən bu universitetə hazırlanacaq şagird deyil, amma valideyn məcbur onu hazırlığa göndərir ki, o aşağı vakansiyalar, yəni aşağı ballı yerlərə və universitet olaraqdan da yəni o qədər təhsil keyfiyyəti yaxşı olmayan universitetlərin birini kodlaşdırmaq üçün bu uşaqlar da inşallah çöldə qalmayacaqlar. Düşünürəm, onlar da yaxşı yerlərə girəcəklər. Öz şagirdlərin və onların valideynlərinə məsləhətim nədir? Allah qoysa bu 2 ay bol vaxtımız var. 2 ay 60 gün deməkdir və 2 ayda mənim xüsusi, ümumiyyətlə valideynlər də bilir ki, mən keçənləri bir dəfə proqramı qurtarmışam. Bugün 2-ci dəfə təkcardayam və qurtarmış kimi sayıram. 3-4 dərslik dərsim qalıb, ondan sonra təmiz proqram bitir. Və az Nürgar müəllimdir ki, belə bir özünün şəxsi proqramı olsun, həmin proqram üzərində şagirdi daha yaxşı buraxılış kimi, blok kimi hazırlaşdırsın. Burada yəni, müəyyən elə şeylər var ki, o təvəzzüşkarlıq ayrı, qarışqa belə mən həmişə özümdən üstün görürəm. Amma işin bu bir tərəfində isə, yəni müəllimlik hər adamın işi deyil. Yəni bu dəqiqə hər kəs müəllimlik eləməyə çalışır, nə bilim. İnsanların qəlbinə dəymək istəmirəm, ona görə də bayram qabağı. Yəni sən gərək birinci bacardığı işlə məşğul olmalıdır. Sən bu işi bacarırsan, elə adam var ki, nə bilim, tarixi qurtarıb, riyaziyyat, coğrafiya, Azərbaycan dilinə 7 fəndən hazır keçir. Yəni bu valideyn də gərək bir qıramıram. O bilik savad məsələsi var. O da zamanla düzəlir. Yəni əvvəl bu kifayət qədər idisə, indi çox az bir bu tip müəllimlər var. 10 dənə fəndən hazırlıq keçir. Bildiyimizdən yol gedik, bölüşürəm ki, valideynlər də məlumatlansın. Bir, Adil müəllimin xüsusi dərs proqramı var. 2, orada ciddiyyət var. 3, valideynləri sıxışdırıram. O demək deyil ki, mən şagirdlər məndən Adil müəllim adam yiyəndir, şagirdlər məndən sual soruşmur. Şagirdlərlə çox mən mehribanam və həqiqətən də bəlkə məndən şagirdlərin çox istədiyi müəllim tanımıram desəm yanılmaram. Çünki onlara mən elə bir ünsiyyət, elə bir şərait yaradıram ki, o ən asan belə sualları belə məndən çəkinmədən soruşurlar, öyrənirlər. Amma valideynləri sıxışdırmaqda məqsəd də odur ki, valideynlərdən olsa həftənin 7 bazarı dünyanı gəzərlər, nə bilim. Yəni istənilən vaxt xüsusən analar, dünyanın evini yıxan da analar, tikən də analar, acı qızdırması var, büyün uşağım dərsdən qalsın. Yəni o həyatın bir qanunudur, insan xəstələnir də, kript olur, nə bilim yıxılır da, durur da. Yəni buna görə dərsdən qalım, ay qızdırmam var, bunlar keçəcək bir şeylərdir. Yəni maksimum dərəcədə çalışıb dərsdən qalmamaq lazımdır. Yəni bir şagirdin yaxşı təhsil alması üçün Allah uzaq eləsin. Möhkəm ağır bir xəstəlik olar, nəm kripi ağırlaşar. Bundan başqa maskasını taxar gedər dərsə. Yoxsa acı qızdırmam var, yatmaq istəyirəm səhər tezdən. Bununla nailiyyət əldə eləmək olmaz. Kimlər ki həyatda ciddidir, işinə ciddi yanaşır, o insanların baxmayaraq müəllim, şagird, biznesmen, meyvə-tərəvəz satan, taksi şoförü, hərəsi öz işinin həqiqətən də sahibidir. Hərəsi öz sözünü demiş adamlardır. Qaldı
valideynlərə məsləhətim bayaq dediyim kimi bu 2 ay 60 günümüz ki var. Xüsusi dərs proqramından həll olduğu kimi həqiqətən keçənlərin sınaq qruplarım var idi. 3 dənə, 4 dənə, 5 dənə sınaq yazırdılar. Başqa müəllim harasa gediblər. Nətərə onlayn sınaq qruplarıma qoşulurdu. Mənim o sınaqlarımı işləməklə 17, 18, 21, 22 yazanlar oldu. Yəni hətta onun həmin şagirdlərin əvvəlki nəticələrini və sonrakı mənə yazdığı nəticələri sizlə paylaşmışdı və mənə olan minnətdarlıq mesajlarını da sizlə bölüşmüşdüm. Bu ilə xüsusən öz şagirdlərim işlədəcəyim sınaqlar ki var. Onları işləməklə yəni sırf mövzunu bilir. Testlərdə şagird mövzunu dərindən bilir. Və qəbulda da müəyyən bir çərçivə proqram var. Oradan o tərəfə sual düşə bilməz. Məsələn, OTK-da ən son OTK bu ayın 28-i idi baxdım. Elə sual var ki, bilən şagird üçün, istedadlı olan şagird üçün heç bir problem yoxdur. Çox sadə, belə çox elementar suallardır, bilən. Amma gəlin ki, orada düşünmək lazımdır ki, bunlar birinci kurs səviyyəsində amiyanaşıblar. Amma gəlin ki, orada atestat almaq üçün adını yaza bilməyən şagirdlər var, oxuduğunu başa düşməyən şagirdlər var, zəif şagirdlər, orta, güclü şagirdlər var, 3-cü qruplar deyək var, 4-cü qruplar var, 1-ci qruplar var, 2-ci qruplar var. Hərəsinin riyaziyyata yanaşması fərqlidir. Və ona görə bu 60 günü bol-bol Allahın izni ilə Adil müəllim də xüsusi bir enerji ilə uşaqlara tətil vermişəm 2 dərslik. Özüm də inşallah həll olduğu kimi yenə istirahət edəcəm və yeni bir nəfəslə, yeni bir enerji ilə, yeni bir motivasiya ilə qayıdacam geri və keçən il olduğu kimi bu illərin o öz yeni rekordlarımızı, yəni öz adımdan danışmıram, çünki şagirdlər olmalıdır ki, mən o rekordları təkrarlayayım. Şagirdlərimlə birlikdə o rekordlarımı təzələyəcəm inşallah. Məsələn, riyaziyyatdan inanıram ki, bu illərin kifayət qədər qırmızıların da sayı çox olacaq. İldən ilə necə ki, dünya inkişaf edir, Adil müəllim də inkişaf edir. Məsələn, indi ağıl lövhə, məsəl üçün, dərsləri ən azından 2 saatlıq dərsi 15 dəqiqə keçmək olur. Yəni, dünya elə inkişaf edir. Amma lövhədə sil yaz ondan yox. Bu bir. İkincisi, digər, məsələn, lazım olacaq hamı planşetlə imtahan verir, misal üçün, onu da təşkil edəcəyik. Hamı planşetlə oturub dərsdə yazacaq. Yəni, ən son nə çıxırsa, biz ona uyğun hərəkət eləməliyik. Biz, bəzi müəllimlərimiz var ki, o çox köhnədə qalıb da, o sistemi yeniləmək lazımdır. Şagirdlərə motivasiya vermək lazımdır bir şəkildə. İnanıram ki, Allah bu ildə, bu işdə bizi utandırmaz, məni utandırmaz və ən yüksək nəticələrlə siz valideynləri sevindirərəm, şagirdlər də, evlatlarınız da sizi sevindirər. Siz də xüsusi bir enerji ilə, həyat motivasiyasından geri dönüş eləyərsiniz bu 2 ayı. Mənə kömək eləyərsiniz. Təbii ki, yenə məsuliyyətsiz valideynlər olacaq. O istisnalar təbii ki var. Təhsildə belə bir qayda var. 20 şagirdin varsa, onun içərisində biri pissə, çıxardırsansa 19, yenə 19-un biri pis olacaq. Yenə onu çıxardırsansa, yenə biri pis olacaq. Yəni, mümkün qədərilə maksimum gücümüzlə, az da istifadəçi valideynlərlə inanıram ki, bu illərin yüzlər gələcək. Mən adətən zəif uşaqlar üzərindən
daha çox danışmağı xoşlayıram. Düzdür, onsuz da güclüdür. Yazacaq, qəbula prezident təqaüdçüləri olan şagirdlər aşağı yuxarı biraz ona təkan lazımdır və burada müəyyən elementar o sistemə gedib düşməsi üçün, o təqaüd almaq üçün orada püf nöqtə var. Onu da şagird demək lazımdır müəllim üçün. Orada da şagird tabağa düşsün. Belə aşağı yuxarı valideynlərlə də, şagirdlərlə də müəyyən bir fikir bölüşdük. Yanvar ayının 5-i iş dərs günümüzdür. Hər kəs öz saat vaxtında inşallah dərsimizə gələcək Allahın izni ilə. Və möhkəm olun. Adil müəllimin bildiyi bir şeyler var ki, onu da yerinə yetirsəz, inanıram ki, Allah şahiddir ki, yəni belə deyim də, dilimizdə də var o mən söhbəti, yəni o olmasın, işin içərisinə nəfis girməsin, amma adil müəllimin şagirdi olmaq həyatda minimum 1-0 öndə olmaq deməkdir. Ona görə çalışın mənim 2 ayda dediklərimə valideyn olaraqdan, həm də şagird olaraqdan sizlər əməl eləsəniz, demirəm, mənim dediklərimdən oturur durun, yox, dərsdən söhbət gedir, riyaziyyatdan söhbət gedir. Kömək eləsəniz, Allah şahiddir ki, həyatınızda gözəl şeylər olacaq. Riyaziyyat ingilis dilidir, ünsiyyət vasitəsidir. Azərbaycan dilidir, ünsiyyət vasitəsidir. Amma riyaziyyat elmdir. İnsan beyin işlədir. İnsan ağlını işlədir. İnsanı formalaşdırır. Riyaziyyat müəllimləri o demək deyil ki, hamının beyni düstur əzbərləmək demək deyil riyaziyyat bilirsən. Yəni bildiyin şeyləri həyatda dərk eləmək. Yəni bu niyə belədir? Niyə bu belə oldu? Yəni özünə suallar verə bilirsən. Riyaziyyatı bilmək isə həyatda 10-0 qabaqda olmaq deməkdir, öndə olmaq deməkdir. Elm olaraqdan. Yəni elə bir də görsə, iş vurma cədvəlini bilməyən milyonçudur deməkdir ki, o həyatda 10-0 qabaqdadır. Müəyyən məşhur adamlar var, danışır. Burada da görünür ki, adam deyir ki, mən sabahsız olmuşam, mənim bütün alladıqlar indiyə kimi, indi nəvəmi oxutmuşam və s. oğlumu oxutmuşam və ondan qürür duyur, fəxr edir ki, indi məni allada bilmirlər. Yəni, əsas məsələ odur ki, savadlı olmanız yeni nəsil üçün, yeni gənclər üçün önəmlidir. Mən də bu proqalarda düşünürəm ki, bir yaxşı, o ilk dəfə videom idi, belə uzun bir video çəkirdim. Nə dərəcədə yaxşı alındı, alınmadı bilmirəm. İndi yaxşı qulaq asandan sonra sonda öz rəyinizi də bildirərsiniz. Allahın izni ilə görüşərik. Hamınıza uğurlar. Bayramınız mübarək olsun. 2026 hamımız üçün düşərli il olsun inşallah. Sağ olun.